Deməli belə. Sınaq 41. Kotanges pi bölü 4 çıx x bərabərdir 1. Deməli bu çox çətin bir sualdır. Mənfi, bax burada həmişə çalışın x-in qabağı müsbət eləyin. Bir də deyirəm, bütün tənliklərdə çalışın, bax çox güclü vurğudur ha bu. Çox güclü sualdır. X-in qabağı müsbət eləyin. Mən pi bölü 4 çıx x-in yerinə x çıx pi bölü 4 yazanda mənfi meydana çıxır. Kotangesdə də, sinusda da, tangesdə də həmin mənfi qabağa çıxır. Bax bu vurğunu. Siz öyrənəndə də dərindən öyrənin işi. Əla. Sonra mənfi keçdi 1-in qabağına oldu mənfi 1. Super. Ümumiyyətlə mənfi 1-i biz nətər işləyirik kotangesdə? Pi çıxaq, arq kotanges həmin ədəd üstəgəl pi k. Mən kotangesi sadəsini 1-2 dənə məşq eləyər, yox heç. İndi mənfi 1-i nətər məşq eləyəsən? Pi çıxaq, arq kotanges 1 üstəgəl pi k. Buranı da olduğu kimi yazmışsan. X çıx pi bölü 4 bərabərdir. Pi çıxaq, arq kotanges 1. Kotanges 1 hardadır? Pi bölü 4'də. Pi çıx pi bölü 4 üstəgəl pi k. X bərabərdir. Pi çıx pi bölü 4. Mənfi pi bölü 4 keçdi o tərəfə. Üstəgəl pi bölü 4. Aha, üstəgəl pi k. Pi bölü 4'lər gedir. Pi üstəgəl pi k. Ümumiyyətlə, kotangesdə, tangesdə pi üstəgəl pi k görsən, onu pi k kimi götürə bilərsən. Pi onun dövrüdür. Narahat olma. Oldu, pi onun dövrüdür deyə. O, pi üstəgəl pi k olsa, onu pi k kimi götürə bilərsən. Aydın oldu. Hə. Belə, cavab pi k deməli. Çox çətin bir sualdır. İndi kotangensi işləyək. Kotangens x bərabərdir. Məsələn, mənfi 5'də 3. Bunu belə işləyirsən. X bərabərdir. Kotangensin mənfiləri belə işlənir. Pi çıxaq, arq kotangens 5'də 3 üstəgəl pi k. Aydın oldu. Bunu belə işləyirik. Məsələn, kotangens x bərabərdir. Kotanges x bərabərdir. Deməli, mənfi 7 məsələn. X bərabərdir. Pi çıxaq, arq kotanges müsbət 7 üstəgəl pi k. Bax belə. Məsələn, kotanges x bərabərdir mənfi kök 3. X bərabərdir. Pi çıxaq, arq kotanges kök 3 üstəgəl pi k. Kök 3 nədir? Kök 3 60 dərəcə. Pi bölü 3'dür. Deməli, pi çıxaq, pi bölü 3 üstəgəl pi k. Bu cür işləyirik. Hə, bunu məşqini bildik. İndi keçək deməli ikinci suala. AB üstəgəl BA bölünsün BB. Burada A plus B cəminin ən böyük qiymətini soruşur. AB ilə BA da sadə ədədlərdir. Biraz çətin sualdır. Baxaq görək bunu nətər işləyirik. 10A üstəgəl B üstəgəl BA-nın yerinə 10B üstəgəl A bölünsün 11B. 11A üstəgəl 11B bölünsün 11B. 2 qoşad deyə 11 yazmışıq burada. 11'i çıxartdıq, A plus B bölünsün B. Ayrı-ayrı yazdıq. A böl B üstəgəl B böl B, yəni 1. Bu ifadə demişdi tam ədəddir. Görürsünüz yazmışam, bu ifadə tam ədəd. Deməli, A böl B tam ədəd olmalıdır. A bölünsün B nə olmalıdır? Tam ədəd olmalıdır. A da rəqəmdir, B də rəqəmdir. 9'dan çox ola bilməzlər bunlar. Burada 2 rəqəmli ədədin içindədir ona görə. Görürsünüz nə qədər iş var bu misalın içində. Belə eləyək ki, tam ədəd olsun. Yəqin ki, A-nı da 1, B-ni də 1 götürmək olar. Tam ədəd olsa. Məsələn, A-nı 2, B-ni 1 götürmək olar. Nə bilim, A-nı 4, B-ni 2 götürmək olar. Cürbəcür belə ədədlər var. Amma burada əvvəldən demişdik ki, AB ilə BA sadə ədədlərdir. AB ilə BA nətər ədədlərdir? Sadə ədədlərdir. İndi burada biz, məsələn, sadə ədədlərdən məsələn, 73-37 var. 17-71 var. 13-31 var. Cürbəcür belə ədədlər var. Burada A plus B cəmi də ən böyük istəyir. Ona görə A ilə B cəmi çox olmalıdır. Onu elə eləməli ki, çox olsun bu. Özdə A da B-yə burada tam bölünməlidir. Tam bölünməlidir. Görəsən, hansı ədədləri götürsək düz gələr bu. Bax, bunu biraz fikirləşib tapmaq lazımdır. Burada rəqəm seçimi ilə A-nı 7, B-ni 1 götürsək, məsələn, 7, 1, orada 7-dən 1, 8, 7, 3 götürsək amma alınmır, çünki bölünmür. Məsələn, 8, 3 də götürsən yenə bölünmür, amma 38 də orada deməli şey vermir də, sadə ədəd vermir.
Burada aynən B ancaq 1 ilə 7 götürsək ən çox qiymət almış olur. Gəldik 3-cü suala. Rombun sahəsi 24'dür. Bir diagonal 6'dır, tərəfini tapın. Rombun diagonalları ilə olan sahə düsturu, görürsünüz bunlar açar sözlərdir də. Həmişə ümumiyyətlə riyaziyyatda açar sözlərlə işləyirik də. Diagonallar və sahə. Diagonal və sahə sözü keçdiyinə görə, onlardan istifadə eləyirik. Diagonal vur diagonal bölü 2 bərabər sahəyə, yəni 6 vuraq D bölü 2 bərabərdir 24'ə, 3D bərabərdir 24, D də bərabər nəyə? 8'ə. Diagonalın biri 6'dır, biri də 8'dir. Diagonallar əlimdədirsə tərəfi nətər tapıram? Diagonalın kvadratı üstə diagonalın kvadratı bərabər 4A kvadratı. Getdik yerinə qoyduq. Oldu 4A kvadrat 100, A kvadrat 25, A da bərabər 5. Tərəfi tapdıq. İndi uşaqlar, bax burada təkcə bax bu misaldan istifadə eləyərək elə bilin ki, bir 50 dənə sualı siz həll eləmişsiniz. Həmişə deməli diagonallar veriləndə tərəfi hansı düsturla tapırlar? Diagonalın kvadratı üstə gəl diagonalın kvadratı bərabər 4A kvadratı. Bax bunlar. Bəzən diagonal tərəf verilir, o bir diagonalı da bundan tapmaq olur. Yəni görün bir neçə misalı burada öyrənsiniz. Ona görə dəqiq fikir versəz suala, bir misalın içində xeyli misal öyrənmiş olarsınız. Bir də deyirəm, 2 diagonal veriləndə tərəfi tapmağın düsturu diagonal kvadrat üstə diagonal kvadratı bərabər 4A kvadratı. Bax belə bir misal elə bil öyrəndiniz burada. Bu məsələnin içində. Sonra diagonallar veriləndə sahəni tapmağı da öyrəndiniz burada. Diagonal vur diagonal böl 2 sahəni verir. Görürsünüz burada diagonalla diagonalı verib sahəni soruşmayıb. Sahəni verib, diagonalın birini verib, o biri diagonalı soruşur. Ümumiyyətlə həmişə belədir də 3 dənə hərfdirsə, hansısa ikisini verir, o birisini soruşur. Başa düşdünüz? Deməli, sabah sizə 2 dənə diagonal versə, sahə soruşsa, siz diagonal vurub sahəni tapasınız. Eminli bu misal olmayacaq, amma bu misalın içindən çıxan nəticəyə görə həmin misalı eləmiş oluruq. Ona görə bax sınaq suallarını işləyəndə elə işləyin ki, bu misaldan törənən başqa misalları da eləyə biləsiniz. Aydın oldu? Deməli, misal üstə bir dəfə də təkrarlayıram misalı. Elə bir keçi izah eləməmişdim. Baxın, görək nə edirik. Deməli, bütün misalda birinci işimiz açar sözlərdir. Rombun sahəsi və diagonal sözü olduğuna görə diagonallarla olan sahə düsturunu yazmalıyam birinci. Diagonalla sahə düsturunu yazmalıyam. Diagonal vur diagonal bölü 2 bərabər sahə. Diagonalın biri 6'dır. O biri diagonal bilinmir. Bölünsün 2. Sahə də 24'dür. 3D bərabər 24, D bərabər 8. Deməli, diagonal hazırdır. O biri diagonal da hazırdır. Tərəfi soruşur. Diagonallar veriləndə tərəfi nətər tapırıq? D1 kvadrat üstə D2 kvadrat bərabər 4A kvadrat. Aparıb yerinə qoyuruq. 36 üstə gəl 64 bərabər 4A kvadrat. 4A kvadrat 100'dür. A kvadrat 25, A da 5'dir. Belə. Bir misalcına bir neçə sualı öyrənmiş olduq. Bax, yenə deyirəm, diqqətlə baxsaz, bir sualın içində bir neçə sualı öyrənmiş olarsınız. Gəldik bura. Aha, bərabər tərəfli silindirin ox kəsiyin sahəsi 16 olarsa, tam səthin sahəsini tapın. Bax, burada silindir var. Ona görə bir silindir çəkək. Silindir, əla. Silindir çəkdik. Düzdür? Silindir var deyə silindir çəkdik. Silindirin tam səthin sahəsi deyirsə, tam səthinin düsturunu yazırıq. S tam bərabərdir. S-yan üstə gəl 2 dənə S oturacaq. S-yanı da bunun 2 pi RH-dır. S oturacağı pi r kvadratıdır. Qabağında 2 də varsa onu da yazırıq. Gördünüz? Təsəvvür bir dənə silindirə görə burada tam səth sözü keçdiyinə görə S-tamın düsturunu yazdıq. Hələ üstəlik S-yanı da oradan təkrarlamış olduq. S oturacağı da təkrarlamış olduq burada. Deməli, biz silindirdən S-yan soruşsa 2 pi RH-dan tapa bilirik onu. S oturacağı soruşsa pi r kvadratı ilə tapa bilirik. Açar söz kimi bunları soruşsa tez bunları yaza bilirik. Yazandan sonra işləmlərə keçirsən də orada nə var ki, əsas o açar sözü eşidib ona uyğun düsturları yazmaqdır. Sonra silindir şəkli bildik. Bərabər tərəfli silindir nə idi? Şöyle bərabər tərəfli silindir görəndə həmişə nəticə çıxardın. H bərabərdir 2 r həmişə, hündürlük 2 r-ə bərabərdir. Bax bunu bildik. Sonra ox kəsiyin sahəsi sözü var. Ox kəsiyin sahəsi sözü açar sözdür. S ox kəsiyi açar söz olduğuna görə onun düsturunu tez yazaq. Ox kəsiyin sahəsi 2RH-dır. Gördünüz? Yenə deyirəm, bax, S-tam sözünə görə S-tamın düsturu yazıldı. S-yan üstə 2 oturacaq. S ox kəsiyi açar sözə görə S ox kəsiyin düsturu yazıldı. Nə işləyirsənsə onun düsturunu yazırsan elə bil. Sonra bərabər tərəfli silindir sözünə görə nəticə var burada. Nəticə çıxartmaq. Bunu hər adam bilmir.
Oldu. Şagird düsturu bilir, amma nəticə çıxartmağı bilmir. Bərabər tərəfli silində tez h bərabər 2 tez qeyd elədin ora. İndi bunları yığaq bir yerə istifadə eləyək hamısını. Aha. Demişdi ox kəsiyin sahəsi 16. Deməli ox kəsiyin sahəsini 16-ya bərabər eləmək lazımdır. Nə verilirsə yerinə qoymaq, bərabər eləmək, bu etaba keçirik. Buradan onda RH nəyə bərabərdir? 8-ə. Uşaqlar görürsünüz, burada yazıb h-ın yerinə 2r yazmaq olar. Biz də h-ın yerinə 2r yazırıq. Oldu 2r. 2r'in kvadratı bərabər 8. R kvadrat oradan 4-dür. Hesablamaları aparaq. R2 oldu. R2-isə gözləmə, h-ı da tap. H da 2 vur 2, 4 elədi. Super. Aha. S-tamın düsturun açılışını yazmış. Aparaq ora h-ı r yerinə qoyaq. 2 pi vur 2 vur 4. 2 vur pi vur. R-in yerinə yenə 2 yazdıq. 8. Bu da 2. 16 pi. 2'nin kvadrat 4. 2. 8 pi. Cavab 24 pi. Görürsünüz? Belə dərindən danışmaq lazımdır. Dərindən danışanda məsələnin xeyri olur bizə. Təkcə bu məsələni öyrənmiş olmuruq. Həm də bu məsələnin içində keçən açar sözlər qıraqda çıxsa da eləyə bilirik. Deməli bizə 2 ay lazımmış institutda hazırlaşmağa. 2 ay bu cür hazırlaşandan sonra hər şey alınır da. Bir dəfə də bunun üstündən gedək. Açar sözlər nədir burada? Silindir. Aha, super. Bir dənə silindir şəkili çəkdim. Burası H-dır. Aha, bu yarıya qədər olan R-dir. Aha, sonra burada ox kəsiyi sahəsi söz getdi. Ox kəsiyin sahəsi düsturun yazıram 2RH. Əla. Tam səthin sahəsi var. Onu da yazıram. S tam bərabərdir. S yan üstə gəl 2S oturacaq. Onun da açılışı 2PRH. S yandı. PR kvadratı da S oturacaqdı. Əla. Əla. Sonra bərabər tərəfli silindirə görə nəticə çıxardım. H bərabərdir 2R. Bax, bunların hamısını yazdım. İndi bunlardan istifadə edin bir-bir. Burada ox kəsiyin sahəsi 16-dır. Bunu 16-ya bərabər elədim mən. RH-ı 8 tapdım. Yerinə qoymaqda gözləməyin. H-ın yerinə 2R qoyduq. R vuraq. 2R bərabərdir 8. 2R kvadrat 8-dir. R bərabərdir 4. R kvadrat 4 isə R 2-dir. H da dediyim kimi 2R olduğuna görə 4-dür. Sonra bunları burada aparıb yerinə qoyub S-tamı tapa bilirik. Ümumiyyətlə S-tamı soruşmaq, S-yanı soruşsa birdən məndən. S-yan buradan nə idi? 2PRH. Deməli, mən S-yanı da tapa bilərəm. Bəlkə təkcə S oturacağı soruşur. PR kvadratı, bunu da tapa bilərəm. Bax, belə məsələni işləyəndə geniş şəkildə analiz eləyin. Başa düşdün? Həmin məsələni və onun içəriyində nələr eləyə bilərəm əlavə, onların hamısını eləmək lazımdır ki, məsələnin faydası olsun bizə. Super. Aha. Belə. Gəldik, məsələn, 5-ciyə çıxdıq. Burada mənfi x kub plus 8 görürəm. Burada biz belə misal görəndə biz həmişə mənfini çıxardırdıq qabağa. Oldu, çıxardırdıq qabağa belə. Mənfi işimiz yoxdur. X kubu çıx 8 də ki, ta uşaqlar müxtəsər vurma düsturunun çalışma 7-ni də bəlkə dəfələn eləmişsiniz. Bütün uşaqların ən çox elədiyi çalışma odur. Bunu tabi bir dəfəlik vuruqlara ayırmağa bilməliyik də. Tabi bunu bilmirsənsə heç hazırlaşma da bundan sonra. X çıx 2, 8 2-li kubu daxı. Sonra x kvadrat çıxdsa üstə gəl 2x, üstə gəl 2-in kvadratı 4. Əla, aşağıda da müxtəsər vurma var. X plus 1-in kvadratı nətər açırlar? X kvadrat üstə gəl 2x, üstə gəl 1. Qıraqda üstə 3 üstə gəliblər. Oldu x kvadrat üstə gəl 2x, üstə gələk 4. Getdi bunlar. Mənfi x çıxaq 2. Oldu. Məsələn, x kubu çıx 64 olsa nətər ayırardın? X, bu 4-ün kubu daxı, x çıx 4. Sonra x kvadrat çıxdsa üstə gəl 4x, üstə gəl 16. Bax, belə məşqlər eləmək lazımdır. Nə bilim, bir dənə müxtəsər a plus b kvadratının açılışından eləyək. Məsələn, belə olsa nə olar? X kvadrat üstə gəl, bunları bir-birə vur, 2-yə vur. Üstə gəl 16. Bax, belə, elə bil, həm mötərizə açılmasını məşq elədik kvadratı, həm kubu məşq elədik. Vəssalam. Misal özü də hazır oldu. Məsələn, bu sual çox çətin sualdır. Niyə? Çünki ağla gəlmir də. Nə qədər işləyirsən işdə ağla gəlmir ki, yaxınlaşdırmaq lazımdır. Məsələn, bax, y kvadratıdır, müsbət 2y-dir, müsbət 1-dir və mənfi x kvadratdır. Bunu bir yerə yığdım. Bu elədi, y üstə gəl 1-in çöldən kvadratı, çıx x-in kvadratı. Sonra onu belə kvadratlar fərqi kimi aça. Y üstə gəl 1, çıx x.
Y üstəgəl x gördünüz. Sonra y ilə x istəsən yaxınlaşdıra bilərsən. Y çıxaq x üstəgəl 1. Y üstəgəl x üstəgəl 1. Oldu, yaxınlaşdırma. Sonra yerinə qoy. Y ilə x-i yerinə qoy. 14 yarımdan 4 yarımı gətir yerinə qoy. Yerinə qoydum. Bunu çıxanda 10 eləyir. Üstəgəl 1. Bu eləyir 19 üstəgəl 1. 11 vuraq 20 oradan hazırdır cavab. Buranın dediyim ki, mən çətin yeri odur. Məsələn, belə çətin buna oxşar nə yaza bilər? Məsələn, yaza bilər a kvadratı çıxaq b kvadratı üstəgəl 6a üstəgəl 9. A kvadrat üstəgəl 6a üstəgəl 9 çıx b kvadratı. A üstəgəl 3-ün kvadratı çıx b kvadratı. Sonra vuruqları ararsan a üstəgəl 3 çıx b. A üstəgəl 3 üstəgəl b. Heç olmasa bu hissəni yadında saxla. Oldu. Bax belə. Misal işləyəndə belə yamsılamalar lazımdır. Artıq ki, yenə deyirəm, faydası olsun o misalın. Həm özünü öyrənmiş olaq misalın, həm də bir balaca oxşarı çıxanda eləyə bilək. Məsələn, bu sualı başqa yerdə də görmüşdük biz. 20% ilə 25%-in cəmi 270-dir. Nəyin bəs 20% ilə 25%-in cəmi 270-dir? Nəyin 20% ilə 25% 270? Bilmirəm, x-in. Hə, x-in. X-in 20% ilə 25%-in cəmi nətər tapırlar? X-in 20% 25, x-in 20%-ni tap, x-in 25-ni tap, topla. Ya da 20% 25% topla. Nə qədər 45%? Elə x-in 45%-i gəlib 270-ə bərabərdir. Bunu nətər işləyirik bilirsiniz. 270-i vuruq 100-ə. Getdi qaldı 4. X bərabər 400. Ədəd 400 imiş. Həmin ədədin 5də 3-ünü tap. 400-ə vur 5də 3-ə. Belə. Bunu harda istifadə etmək yaxşıdır? Məsələn, 19 tam 10-2 faizi ilə 0 tam 10-8 faizinin cəmi 10 olan ədəd. Bunları, bu faizləri tapmaq çətin olduğuna görə elə bunları bərbaşdan toplayarlar. 19 10-2 ilə 0 10-8-i toplayanda aha elə 20 eləyir, 20% eləyir. Deməli, x-in elə 20%-i bərabərdir 10-a. Və salam. Bu cür. Kubun tam səthinin sahəsi 54 olarsa, kubun bütün tillərin uzunluqlarını tapın. Kubun tam səthinin sahəsi sözü keçir. Ona görə bura tam səthin sahəsinin düsturunu yazıram. A kvadratı. Kubun tili də həmin vaxtda A olur. Kubun tili A olur və tam səthin sahəsi 6A kvadrat olur. Tam səthin sahəsi sözü keçdi burada. Sonra bütün tillərin uzunluqları cəmi. Ümumiyyətlə bütün tillər gedir. Bütün tillər neçə dənədir? Bütün tillər 12 dənədir. Bütün tillər neçə dənədir? Bütün tillər 12 dənədir. Bunu bildik. Bir dənə til A-dırsa, onda tillərin cəmi 12 A-dır. Bir də bütün tillər 12 dənədir. Bütün tillərin cəmi 12 vur A-dır. Oldu. İndi bu deyək ki, tam səthin sahəsi 54-dür. Deməli 6A kvadratını 54-ə bərabər eləyirik. A kvadrat 9-dur. A da bərabərdir 3-dür. 3-ü də gətirib yerinə yazırıq. 12 vuraq 3 bərabərdir 36. Əla. Deməli belə. Burada fikir verin, qüvvətlər eyində ən çətin düsturda bu. Məsələn, bax, A üstü N, B üstü N-də N qalır, A ilə B-ni bir-birinə vururuq. N qalır, A ilə B-ni bir-birinə vururuq. Bir də deyirəm, həşdə N var, N qalır, A ilə B-ni bir-birinə nə edirik? Vururuq. Burada da hər ikisində 2 var deyə, həşdə 2 var deyə 2 qalır, 2 qalır. Bunları bir-birinə vuruq. Vuranda da A minus B-ni, A plus B-ni vuranda çıxma tərəfə gəlirik. Birincinin kvadrat çıx ikincinin kvadrat. Bir də deyirəm, üstlər eynidir. Mötərizənin çölündə üstü saxlayırıq. Saxlayırıq. Çıxma üstə gəlin bir-birinə vurur. Çıxma tərəfə gəlirik. Birincinin kvadrat çıx ikincinin kvadratı yazırıq. 2 ilə 4 ixtisar gedir. Kök altda 2 qalır. 2 ilə 4 ixtisar gedir. Kök altda 6 qalır. Kvadrat. Üstə 4 kökdə 3. İndi bunun açılışı kök altda 2-nin kvadratı çıx. 2 vuraq kök altda 2 vur kök altda 6. Üstə gəl kök altda 6-nın kvadratı. Oldu. Burada kvadrat 2 eləyir. Çıx. 2 vuraq kök altda 12 üstə gələk 6. 6 ilə 2 8 eləyir. Çıxaq. Bu 4 vur 3 daxı 12. 4-dən 2 çıxır çölə. 2 vur 2 kök 3.
Üstə gəl 4 kök 3. 4 kökdən 4 kök 3 getdi, qabaq 8 oldu cavab. Oldu. Bir də deyirəm, ən çətin yeri üstlər eyni olanda üst qalır, alt vurulur. Burada da üstlər eynidir deyə buna fikir verərsiniz hər yerdə. Ha, çox istadın və çox çətin. Onlar bilirlər, ha, özdə bu çətindir. Ona görə bunu salacaqlar. Natural üstü qüvvətin ən çətin düsturu üstlər eyni olandadır. Üstü toplama, üstü vurma, üstü saxla, əsaslar var. Əsaslar da açıq beyin A üstə gəl 1-dir, çıxma tərəfə gəldik. Birincinin kvadrat çıx, ikincinin kvadrat elədi. 2 ilə də 4 getdi, burada görünməyən 2 qaldı. 2 ilə 4 getdi, görünməyən 2 qaldı və salam müxtəsərlə də açırıq bunu. Burası asandır. Gəldik bura. Demə, ayrı-ayrı sıfıra bərabər eləyirəm. Bir dəfə bu x-i, bir dəfə də x kvadrat çıx 9-u sıfıra bərabər eləyirəm. X bir dəfə müsbət 3, bir dəfə mənfi 3. Köklərin hasilini soruşur. 0 vuraq, 3 vuraq, mənfi 3. Hamısının nəticəsi 0 eləyir. 11 çox çətin sualdır. ABCD paralleloqramında A bucağının tənböləni, əla. A bucağın tənböləni, super. A bucağın tənböləni, tez işarə elədik. Tənböləni. Biz bilirik də onsuz da bu tənböləni. Tənböləndir. Məsələn, bura 5-dirsə, bura da 5-dir. Biz bilirik bunu. A bucağının tənböləni onun diagonallarını 2/5 nisbətində bölür. Diagonallarını yoxsa diagonalını bölür. Diagonalını 2/5 nisbətində bölür. Yəni bura 2K, burada 5K. Burada həmişə uşaqlar bu qum saatına oxşuyur. Fikir verin bu. Buna qum saatına oxşuyur belə. Deməli bu 2K, bu 5K isə 2K-ya uyğun olan 2M dedik. 5K-ya uyğun olan yerə 5M dedik. Bir də tənbölünə görə demişdik ki, bunlar eyni olmalıdır. Deməli bura 2M-dirsə, burada nə oldu? 2M oldu. Bax, başa düşdünüz, M-dən bura qədər 2M-dirsə, burada 2M oldu. Əla. Əla. Kiçik tərəf 6-dır. Kiçik tərəf 2M-dir bizdə. 2M 6-dırsa, M də 3-dür. Onda böyük tərəf 5 vur 3 eləyir nə? 15. Bura 6, burada 15. Perimetr. N-lə uzunluğu topla, vur 2-yə. Əla. Bunu bir dəfə də işləyək. Çox çətin və səviyyəli sualdır. Bunu bir dəfə də işləyək. Uşaqlar tənböləndir. Tənböləndir. Diagonalı 2/5 nisbətində bölür. Deməli bura 2K. Diagonalın bu hissəsi 5K. Burada həmişə qum saatın görün uşaqlar. Qum saatın 2K-ya uyğun olan 2M. 5K-ya uyğun olaraq da 5M dedik. Ondan sonra tənbölən olduğuna görə uşaqlar, bu hissə ilə bu hissə bir-birinə nədir? Bərabərdir. Burada 2M-dir. Super. Kiçik tərəf 6-dır. Kiçik tərəf 2M-dir. M onda 3-dür. 3-dürsə bilirik bura 6-dır. Burada 15-dir. Perimetrdə toplayıb vururuq 2-yə. Gəldik bura. Sinüs 2 alfa vur kotangens istəyir. Sinüs 2 alfanın düsturunu bilirsiniz. 2 vur. Sinüs alfa vur. Kosinüs alfa vuraq. Kotangensi də bilirsiniz ki, kosinüs alfa böl sinüs alfadır. Gördünüz? 2 dənə düstur istifadə. Deməli, istənilən vaxtda kotangens görsək lazım olsa, onu kosinüs böl sinüs kimi yazmaq olar. Sinüs 2 alfada görsək, 2 sinüs buradakının yarısı nədirsə. Bura həmişə 2 olur. Bu 2 olduğuna görə yox. Bura həmişə 2 olur. Bunun yarısı 10 da olsa yarısını yazırsan. Belə. Belə. İndi burada sinuslar gedir. Olur 2 kosinüsün kvadratı alfa. 2 kosinüs kvadratını da burada sinus görürük deyə bir çıx sinus kvadratı yazırıq. Əla. Əla. 2 vuraq, 1 çıxaq. Sinus budursa, sinusun kvadratı da bu ədədin kvadratıdır. O da yəqin ki 5-də 1 eləyər. Bu ədədin kvadratı eləyir 5-də 1. 1 çıx 5-də 1. 1-dən 5-də 1 çıxanda 5-də 4 eləyir. 2 də yuxarı olur 5-də 8. Əla. Paralleloqramın 3 dənə bucağının cəmi 260-dır. Paralleloqramın 4 dənə daxili bucağı var. Oldu. 3 dənəsinin cəmi 260-dırsa tez 360-dan çıxın. Tapdığım həmişə 4-cü bucaqdır. Bir də deyirəm 3 dənə bucağın cəmi verilsə sizə paralleloqramda 3 dənə bucağın cəmi verilsə 360-dan çıxın 4-cü bucağı tapın. Bu əla. 4-cü bucaq 90-dan böyüksə bu böyük bucaq sayılır. 90-dan kiçiksə kiçik bucaq sayılır. Hal-hazırda deməli biz 4-cü bucağı tapdıq, amma böyük bucaq tapmışıq. Onlar böyük istəyir yoxsa nə? Hə, onlar kiçik istəyir. 180-dən də həmişə sərf eləməyəni çıxırıq. Tapırıq. Oldu. Məsələn, mən 70 alsaydım, onlar böyük bucağı istəsə 180-dən 70-ə çıxıb böyük bucağı tapardım.
Amma 70 alsam kiçik bucaq istəsə elə 70 kiçik bucaq qalardı. Çox təhlükəli sualdır. Burada loqaritmanda görmüsünüz, işləmisiniz belə sual. Loqaritma 5 əsasdan 125 5-in kubudur, getdi qaldı 3. Loqaritma 3-də 1-in üstü 3 üstü mənfi 1, 27 3-ün kubudur. 3 böl mənfi 1 kimi çıxır qabağa. Cavab mənfi 3 eləyir. 3 üstə gəl mənfi 3, o da bərabər 0. Burada təhlükəli yer 3-də 1 olandı. 3-də 1-i 3 üstü mənfi 1 yazdım. 27-in 3-ün kubu və 3 böl mənfi 1 kimi qabağa çıxdı. Getdi bunlar da hazırdır. Gəldik bura. Bu da çox məşhurdur. Bunda işləmisiniz. AD 6-dır. Əla. AB 4-dür. Toxunan və kəsən. O saat toxunanın kvadratı bərabər çöl hissə AB, vuraq hamısı AC. AD 6-dır, oldu 36. AB 4-dür, vuraq AC. AC oldu neçə? 9. Deməli, AC-nin hamısını 9 tapdıq. 9-dan 4 çıxdıq, bura tapıldı 5 B-si. Super. Ehtiyatlı olun, bax, bir tələbəmiz AC-ni tapıb AC-ni cavab kimi götürmüşdü. Onu istəməmişdilər, heç B-sini istəmişdilər. Qəbulda xeyli bal getmişdi oradan. Diqqətim burada olsun. Loqaritmik tənlikdir. Bu da tanıdığımız misallardandır. Deməli, loqaritma 3 LG-X-i saxladıq. Bərabərdir. Burada 2-nin üstü 1. 2-nin üstü 1. Oldu 2 üstü 1. Yəni 2. Təzədən LG-X-i saxlayaq. 3-ün üstü 2. 3-ün üstü 2. Yəni neçə? 9. LG də loqaritma on əsasdan X-dir. X də bərabərdir 10 üstü 9. Hazırdır. Rahat sual idi. Çox həddi olmaq üçün bunlar ya 0 olmalıdır, ya da natural ədəd olmalıdır. Görəsən nə yazsaq bu hər ikisi naturala çevirilər. Məsələn, enə 2 yazsam, burada 2 yazsam natural olur. Enə, amma mən burada 4 yazsam, bura 4'ü yazsam 94'ə bölünmür. Ona görə də məsləhət bildim ki, elə böyük ədəddən başlayayım mən. 90 hansı ədədə bölünür və həmin ədəddə bura yazanda natural ədəd verəcək. Yəqin ki, cüt ədədlər. Cüt ədədlər 2-yə bölmək olur axı. 90 hansı ədədlərə bölünür və onların içində hansılar cütdür, onu bura yazsaq bizə sərf edir. 90 özü 30'dur, 18'dir, 10'dur, 2'dir. 90'ı bunlara bölmək olur və bunları da bura yazanda bunlar da 2'yə bölünür. Ona görə elə təkcə bu ədədlər bizim ifadəni çox əddiyə çevirir. Bu biraz təhlükəli sualdır. Biraz qiymət vermə sualıdır. Bunu inanmıram hər kəs yəni yaxşı başa düşsün. Ona görə də burada bir balaca aktiv iştirak eləmək lazımdır. Hansı ədədləri seçsək həm buranı, həm də buranı razı salar. İkisini də naturala çevirər. Oldu lazımsa bir-bir yaza gedin. Tam tapılsın cavablar. Gəldik bura. Mehdinin 5 köynəyi, 3 müxtəlif şalvarı var. Mehdi köynək və şalvar geymək istəyir, yəni kombin eləmək istəyir. Neçə müxtəlif üsul eləyə bilər. Köynəyi demək yuxarıdan geyinir. Neçə dənə köynək seçə bilər? 5 dənə köynək geyinə bilər. Şalvarı neçə üsulla geyinə bilər? 3 üsulla geyinə bilər. Kombin olmaq üçün 5 vur 3 15'dir. Həmişə kombində vururuq. Aha. Burada çox çətin bir sual var. Niyə çətindir? Çünki vərdiş istəyir bu sual. Kök A-dan A-ya gəlmək üçün ancaq kvadrata yüksəltmək lazım bilirəm. Ona görə hər tərəfi kvadrata yüksəldirəm, özdə mötərizə kvadratına. Unutmayın, tək kvadrat olmur, mötərizə kvadratına. Birincinin kvadratı elədi A. Sonra 2 vuraq kök altda A, vuraq 2 böl kök altda A, üstə gəl. Bunun da kvadratı elədi 4 bölək A bərabərdir. Bunun açılışı köksün kvadratı 3. 2 kök 3 üstə gələk 1. Kök A-lar getdi. A-nı yazdım. Sonra 4 böl A-nı yazdım. Üstə gəl 2 dəfə 2'ni 4 eləyir, bərabərdir. 4, üstə gəl 2 kök 3, 4'lər gedir. Qalır 2 kök 3. Elə həmin o sual 2 kök 3'dür. Çox yaxşı bir sual oldu. Gəldik bura. Skalyar hasil vektorların, bax skalyar hasilini elə bil ki, burada təkrarlayırıq. Skalyar hasil nətər tapırdıq? Qayda dəftərimiz şeydə var idi, konspektimizdə. Birinciləri bir-birinə vururduq, üstə gəl ikinciləri də bir-birinə vururduq və skalyar hasil tapılırdı. Deməli, bir neçədən skalyar hasil sual düşsə biz eləyə bilərik. Məsələn, 2 ilə 5'dir, 3 ilə də 8'dir. Nətər tapaq? 2'ni vuraq 3'ə, üstə gəl 5'i vuraq 8'ə, toplayaq, skalyar hasil alınsın. Əla. Burada skalyar hasilin cavabını verib.
Biz skala hasilətlər taparıq. 5-i vurarıq x çıx 2-yə. Əla. Üstə gələrik. X-i də vurarıq mənfi 11-ə və bərabər eləməliyik 2-yə. Bir də skala hasilətlər tapdıq burada. Birincini vurduq birinciyə. 5 vur x çıx 2. Üstə gəl qoyduq ortada. İkincini də ikinciyə vurduq. X vuraq mənfi 11 bərabərdir 2. 5x çıx 10. Mənfi 11x bərabər 2. Mənfi 6x. Mənfi 10 getdi o tərəfə 2 üstə gəl 10 12 elədi. X də bərabərdir mənfi 2. Super. Skaler hasil öyrəndik. Həm də ona aid qəşəng bir sual işlədik. Bu sual çox çətindir. Bunu çox uşaq həll eləyə bilməz. Öyrənsə belə yenə də inanmıram bunu tətbiq eləyə bilər. Bunu lap dərindən məqsədi olanlar ancaq eləyə bilər. Dərindən istəyib və onun üstə əziyyət çəkənlər eləyə bilər. Hər tərəfi kvadrata yüksəldirəm. Ona görə kvadrat görürəm. Kvadrat gördüyüm üçün ona görə kvadrata yüksəldirəm. Gediş çoxdur burada. Bir danışım. Ortaq məxrəcə gətirmişəm bunu. AB. Yuxarıda da plus B. Yenə kvadrat. 4-ün kvadratı 16. Kök AB-nin kvadratı AB. Sonra A plus B kvadratı böl AB kvadratı. Bərabər də 16 böl AB. Əla. Ondan sonra nə edə bilərəm? Hər tərəfdən aşağıdan bərabərdə AB-ni sildim. Burada heç nə qalmadı. 16-nın altında 16 qaldı. Burada bir dənə AB qaldı. Yuxarını da açdım müxtəsərə görə A kvadrat üstə gəl B kvadrat üstə 2AB bərabər 16. Sonra A kvadrat üstə B kvadratını AB-yə böldüm. Üstə gəl 2AB-ni də AB-yə böldüm ayrıca bərabər 16. Soruşa bilərsən niyə belirlədim? Çünki əlimdə bu var idi. Bunu almaq istəyirdim. Bu vəziyyəti yaratmağa çalışdım orada. Sonra buradakı 2 keçir o tərəfə olur 14. Dediyim kimi də çox çətin idi. Biraz qəliz olacaq sizin üçün. Keçək növbəti suala. Müsbət tam həllərin sayını tap. 0-a bərabər eləyirik ayrı-ayrı. 3 ilə mənfi 3. Buranı da 0-a bərabər elədik 2. Ədəd oxunda mənfi 3, sonra 2, sonra 3. Yuxarıdan çıxan kökləri bərabər var deyə qaralayırıq. Əla. Kvadratın qabağı müsbətdir, x-in də qabağı müsbətdir. Onları bir-birinə vuranda nəticə müsbət eləyir deyə sağ tərəfdə müsbətdən başlayıram. Müsbət, mənfi, müsbət, mənfi. Künc tərəf ifadəyə tərəf olduğu üçün mənfiləri istəyir. Mənfi sonsuzluq mənfi 3, birləşmə 2, 3. Əla, super. Müsbət tam həllərin sayını tap. Burada müsbət bir dənə həll elə 3-dür. Bir dənə də həlli. Çox düşündürücü sualdır. Buna da ulduz qoyaq. Bunun üstündə əziyyət çəkməyinə dəyər uşaqlar. Bundan fayda götürəsiniz bu sualdan. Ədədi silsilədə A1 var, D var, A6-nı soruşur. Çox gözəl. Bundan əvvəlki sınaqda da işləyəndə demişdim ki, uşaqlar ədədi silsilənin düsturuna fikir verin. Yenə gələ bilər həmin düstur. Gəldi gördüyünüz kimi A6 sualdır. A1'i verib. A6 sualda A1'i veribsə nə edirdik? Üstünə nə gəlirdik biz? 5D gəlirdik. A1'imiz 5 onda 2'dir. D'miz də 2 onda 8'dir. 5 onda 2 üstə gəl. 5'i vururam 28 böl 10'a. 2 onda 8, 28 böl 10'da ixtisar gedir. 28 2 14. Cavab 19,2. Əla. Parabola OX oxu müsbət tərəfdə kəsir. OX oxu müsbətlə toxunur. Uşaqlar bunu yadda saxlayaq. OX oxuna toxunursa OX oxuna 100% diskriminasiya sıfırdır. Toxunur söz varsa diskriminasiya sıfırdır. Hə, əlavə bir şey varsa, müsbət tərəfdə toxunursa TX müsbətdir, mənfi tərəfdə toxunursa TX mənfidir. Bunu işləyirik. Diskriminant nə tər tapırıq? 4A kvadrat çıx. 4 vuraq buradakı 1 vuraq mütərizə plus 6. O sıfıra bərabər olmalıdır. Təpə nöqtənin ikisini də tapmağa bilirsinizsə mənfi B böl 2A. Mənfi B böl 2 vuraq 1. Bu müsbətdir. İndi burada uşaqlar, bax bu hissə var ya. Bu hissəni sadələşdirsək, 2'lər gedər, mənfi A böyük sıfır olar. Hər tərəfdə mənfiyə vuraq, A kiçik sıfır olar. Bunu bildik. Sonra uşaqlar bunu vurduq, açdıq. 4A kvadrat, çıx 4A, çıx 24. Ehtiyatlı olun işarələrdən. Mənfini müsbətə vuranda mənfi olur. Hər tərəfi 4'ə böldük. A kvadrat çıx A, çıx 6 bərabər 0. A bir dəfə müsbət 3'dür, bir dəfə mənfi 2'dir. A kiçikdir nədən? 0'dan. Yəni mənfini götürə bilərsən sənə. Əla. Çox çətin bir sualdır. Düşə biləcək sualdır. Bunu öyrənməyinə dəyər uşaqlar.
Bir dəfə də işləyək. Toxunur. Diskriminant nədir deməli? 0-a bərabərdir. Diskriminant nədir uşaqlar? 0-a bərabərdir. Harda toxunur müsbət tərəfdə? Onda təpə nöqtənin x-i müsbətdir. Təpə nöqtə mənfi b bölü 2a-dır. Yəni buradakının əksindən götür. Bölü 2 vur qabaqdakı ədəd. Bu böyükdür 0. Mənfi a böyük 0-san a da kiçik 0. Diskriminant nə tər tapırıq? 2a-nın kvadratı 4a kvadratı. Bunu düzəlt. Müsbəti çıxard ortaq vuruq. Belə düzəlt. Müsbətdirsə mənfi 4 vuraq. A plus 6. Super bərabər 0. Vurduq açdıq. Hər tərəfi 4-ə bölünür deyə böldüm. Uşaqlar bu diskriminantı sözünüz mütləq eləyərsiniz. Buradan yalandan götürüb cavabı yazmayın. O diskriminantı başlayın tapmağa. Kökləri müsbət üstmə hər ikisini götürmək istəyirdim, amma a mənfi olduğu üçün belə. Bu da ulduzlu sualdır. Uşaqlar elə bilin ki, gəlib sizə bu düşəcək imtahanda o dərəcədə əminliklə gözləyin bu sualı. Oldu o dərəcə deyirəm əminliklə gözləyin. Bu sualı mütləq öyrənin. Dərsdə bax bu 24-ü sizdən çalışacağım, soruşum. 22-dir. Bunlar çox çətin olduğu üçün. Məsələn bu uzundur, buna girişmirəm. Yoxsa Hə, düzdür. Məsələn bu çox ağır sualdır. Bunu deyirəm birdən məsələn əziyyət çəkərsiz, itirərsiniz. Ona görə çox məsləhət bilmirəm, amma qalan gördüyünüz sualların hamısını eləməlisiniz. Çox yaxşı bir şəkildə eləməlisiniz. Elə suallar var ki, bilirdiniz. Çox rahat gəldi sizə. Üstə işləmək lazım. Məsələn bax bu 12-ni qəşəng araşdırın. Bax bu sualı 11-i uşaqlar, 11-i. Bunun düşmə ehtimalı çoxdur. Bunu araşdırın. Üstündə işləyin bunları. Aha, görək. Nə qədər sualımız qalıb. Aha, bir sualımız qaldı bu sınağa. Çox gözəl. Modul istəyir. Uşaqlar modulda nə i'ni istifadə edirik, nə də mənfini istifadə edirik. Demək, kökün altda birinci ədədin kvadratı üstə gəl, ikinci ədədin kvadratı. O da 4-də 1 üstə gəl 6. 6 tam 4-də 1, o da 4-də 25. Oradan da 5 bölü 2 çıxır. Bu sınaqda hazırdır. Qutardı.